Kanala abone olmağı ve videonu beğenmeyi unutmayın. Hoş izlemeler. Qarabağ təəssüf ki, Atletik Bilbao'ya 3-1 hesabla məğlub oldu və ilk məğlubiyyətini aldı. Halbuki hələ 50-ci saniyədə Leandro Andrade'nin vurduğu golla oyuna 1-0 öndə başlamışdı. 40-cı dəqiqədə isə Guruzeta bərabərlik golunu vurdu və ilk hissə bu hesabla başa çatdı. İkinci hissə gözlədiyimiz kimi olmadı və 70-ci dəqiqədə Navarro'nun qolu ilə meydan sahibləri hesabda önə keçdilər. Oyuna son nöqtəni isə yenə Guruzeta qoydu və beləcə görüş 3-1 hesabı ilə başa çatdı. Bu nəticənin ardından Atletik Bilbao ilk qalibiyyətini, Qarabağ isə ilk məğlubiyyətini almış oldu. Təmsilçimiz növbəti maçda Bakıda Chelsea-ni qəbul edəcək. Görüş 5 noyabr saat 21:45-də başlayacaq. Bəs siz bu məğlubiyyət haqqında nə düşünürsünüz? Şərhlərdə fikirlərinizi bölüşün. Kanala abunə olmağı və videonu bəyənməyi də unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.